Dünya tarixinə baxsaq, uğurlu insanların heç birinin təsadüfən zirvəyə çatmadı. Onların hamısının bir ortaq cəhəti var idi. Aydın, dəqiq və böyük hədəfləri. Məşhur mütəfəkkir Zig Ziglar deyirdi: "Sənin hədəfləri yoxdursa, həyat səni heç bir yere aparmaz." Məşhur insanlarda Elon Musk, Steve Jobs, Cristiano Ronaldo, Michael Jordan fərq etməz, sahəsinə asılı olmayaraq bütün insanlar böyük hədəfləri var idi. Və böyük hədəflərə çatmaq üçün planlı, inadkar, sistemli şəkildə çalışıblar. Ən böyük fərq bilirsən nədədir? Uğurlu insanlar yalnız xəyal qurmurlar, onlar hərəkət edirlər. Uğur sadəcə istəkdən ibarət deyil, planlı əməl tələb olunur. Napolyon Hill deyirdi: "Bütün uğurlar bir arzudan başlayır. Amma arzu tək başına kifayət etmir. Onun plan, disiplin və davamlı əməl tamamlayır." Bizim də hər birimizin əsas məqsədi, əsas dəyərimiz cənnətdir. Disiplinimiz isə namazla, davamlı əməllərimiz isə halal və haramlara riayət etməklə mümkündür. Biz dünyada öz xəyallarımıza çatmaq üçün hədəf qoyduğumuz kimi, müsəlman olaraq ən böyük hədəfimiz də unutmamalıyıq: Allahın rizasını qazanmaq və cənnətin nail olmaq. Peyğəmbər s.ə.v buyurmuşdu: "Ən yaxşı insan insanlara faydalı olandır." Deməli, dünyəvi uğurlar, yaxşı karyera, yaxşı iş, yaxşı ailə qurmaq, bunların hamısı əslində bizi axirət edəmizə daha da yaxınlaşdırır. Əgər niyyətimiz düzgün olarsa. Həyat bir yoldur. Yolun haraya gedəcəyin sən müəyyən edirsən. Amma unutma, hədəfin yoxdursa, istiqamətin də yoxdur. Gəlin həm dünyamız, həm də axirətimiz üçün məqsədli olaq. Çünki böyük hədəfləri qoyan insan həm bu dünyada uğurlu, həm də o dünyada xoşbəxt olar.